Tövhidin bu qismi, yəni uluhiyyət tövhidi, bu qismdə Adəm övladları daha çox küfr etmişlər. Yəni hər bir əsrdə məhz bu qismdə insanlar Allaha şərik qoşmuşlar və əksər məxluqlar, Allahın yaratdığı insanların əksəriyyəti bu qismi tərk eləmişlər. Buna görə də, bundan ötürü də Uca Allah rəsullar göndərmiş və kitablar nazil eləmişdi. Uca Allah belə buyurur: وَمَا أَرْسَلْنَا مِنْ قَبْلِكَ مِنْ رَسُولٍ إِلَّا نُوحِي إِلَيْهِ أَنَّهُ لَا إِلَٰهَ إِلَّا أَنَا فَاعْبُدُونَ. Səndən öncə elə bir rəsul göndərmədik ki, ona belə vəhiy etməyək. Həqiqətən məndən başqa haqq məbud yoxdur və mənə ibadət edin. Və ibadətin bütün növlərini də Allahdan qeyrisinə sərf etməyi Uca Allah qadağan etmişdir. Və belə buyurur Uca Allah: وَأَنَّ الْمَسَاجِدَ لِلَّهِ فَلَا تَدْعُوا مَعَ اللّٰهِ أَحَدًا. Həqiqətən məscidlər Allaha məxsusdur. Allahla yanaşı heç kəsi çağırmayın. Burada məscidlər dedikdə alimlər həm yer üzünü nəzərdə tutur. Çünki Peyğəmbər sallallahu aleyhi ve sellem buyurub ki, yer üzü mənim üçün məscid və təmiz edildi. Yəni hər bir yerdə ibadət etmək olar. Yəni yer üzünün heç bir yerində Allaha şərik qoşmaq olmaz. Və ibadətin heç bir növündə də Allaha şərik qoşmaq olmaz, qadağandır.